Salam uşaqlar, bugün sizinlə 21.04.24-cü il 9-cu sinif imtahanlarına düşmüş sualları izah edəcəyik. Birinci səhifə bu formada, ikinci səhifə bu formada, üçüncü səhifə bu formada, dördüncü səhifədə bu formadadır. Üzərində həll eləməyə çalışacağım. Deyir ki, motorlu qayığın çayın axını ilə axma sürəti 20.4, axına qarşı isə 15.6-dır. Onda yazıram. X plus Y bərabərdir 20.4, X minus Y bərabərdir 15.6. Alt-alta toplayıram. 2x bərabərdir 36, x bərabərdir 18. Biz tapdıq ki, katerin ya da motorlu qayığın sürəti 18-dir. Onda 20.4-dən çıxıram 18-i, eləyəcək 2.4. Bu formada. Növbəti sualımız, bir dənə bizə üçbucaq verib, bütöv üçbucağın sahəsini 68 verib, balaca minnoş üçbucağı 24 verib, digərini soruşur. Təbii ki, üçbucaqların sahələri cəmi bütöv üçbucağı verdiyinə görə tərəf-tərəfə çıxırıq, olacaq 44. Növbəti sualımız 200 ədədi 3 hissəyə ayrılıb k, 3k, 6k bərabərdir 200, 10k bərabərdir 200, k bərabərdir 20. Deməli, birincisi 20, ikincisi 60, üçüncüsü də 120 etmiş olacaq. Bizə deyir, böyüyü ilə kiçiyinin fərqini tap. Böyük 120, kiçiyi 20, çıxanda eləyəcək necə? 100. Növbəti sualımız, düzdür, bura başqa şeylər yazdım. Mən silərəm bunu. Növbəti sualımız nədir? Bizə deyir ki, A və B nöqtələri, A nöqtəsi A2 idi, B nöqtəsi də deyir 0, B idi. C nöqtəsinə nəzərən simmetrikdirlər, yəni 1, 0-a. O demək, bunları toplayıb yarıya böləndə bu eləməlidir. A plus 0 bölünsün 2 bərabər 1, A bərabər 2, 2 üstə gəlsin B bölünsün 2 bərabərdir 0, 2 üstə gəlsin B bərabər 0, B bərabər mənfi 2, müsbət mənfi 2, Y variantı. Növbəti sualımız, ədədlər arasında neçə tam ədəd var? Mənfi 3, mənfi 2, mənfi 1, 0 tam ədəddir uşaqlar, 1, 2, 3, 4. Yəni 8 tam ədədimiz var. Növbəti sualımız müxtəsər vurma düsturuna, ortaq vurğu çıxartılmasına 2 dənə A varımızda, A-nı çıxartdıq, 3A çıxılsın 2 eləyəcək cavabımız bu formada. 67-ci sual. Nə vaxt tənliyin 2 bərabər kökü var? Bilirik, diskriminantı 0-a bərabər olanda 2 bərabər kökü var. D bərabərdir. 2m kvadrat eləyir 4m kvadrat. Çıxılsın 4 vurulsun. Mənfi, yəni üstə gəlmə eləyir. M minus 2 bərabərdir 0. 4-ə ixtisar gedərək m kvadrat üstə m çıxılsın 2 bərabər 0. Vietlə də eləmək olar. Bunda yeni test diskriminantını eləmək olar. Mən vietlə eləyəcəm. X1 mənfi 2, X2 eləyəcək 1. Çünki vuranda eləyir mənfi 2, toplayanda mənfi 1, yəni bunun əksi. Cavab D variantı. Növbəti sualımızda Nəzrin öz puluna 7 dəftər, 3 karandaş alır. Ya da 5 dəftər, 7 karandaş alır. Mən də tapıram ki, 2 dəftər bərabərdir 4 karandaşa, 1 dəftərimiz bərabər 2 karandaş. Dəftərin qiyməti, karandaşın qiymətinin neçə dəfə çoxdur? Gördüyümüz kimi 2 dəfə çoxdur. 69. Bütün 2 rəqəmli ədədləri ayrı-ayrı vərəqləri yazaraq torbaya atdılar. Gəlin 2 rəqəmli ədədlər neçədən başlayır? 10-dan, neçədə bitir? 99-da. Sayını tapmaq üçün 99-dan çıxırıq 10-u, bölürük 1-ə. Niyə? Çünki bütün ədədlərdir. Üstünə gəlirik 1-i. Eləyir 90 ədədimiz. 6-ya bölünməsi. 6-ya bölünür neçə? Deməli, 12. Deməli, 12-dən başlayır ədədimiz. Sonuncusu da 96-dır. Onda yazarıq 96 minus 12 bölünsün 6 plus 1. Yəni 96-dan çıxarıq 16-nı, 12-ni bölərik 6-ya, üstünə gələrik 1. 15 dənə ədədimiz eləyir. Deməli, bizə 90 dənə ədəd verib, bizə onun 15-i lazımdır. İxtisar gedəndə də eləyəcək 6-da 1. Ehtimalda bu formada. Növbəti sualımız sadəmi sadə, gözəlmi gözəl bir sualdır. Gətirirəm x-ı, bax buraya yazıram x. Buraya yazdım x.
Bilirik ki, iki daxili bucağın cəmi, yəni z plus y bərabərdir özünə qonşu olmayan xarici bucağa. Deyir y-i tap buradan. Y bərabərdir x minus z. Bitdi, bu qədər. Növbəti sual. Natural ədədin hasilini tapın. 1 daxildir, 2 daxildir, 3 daxildir, 4 də daxildir, 5 də daxildir. Hasil də olacaq 120. Növbəti sual. Bizə bir dənə deyir, çevrə verilmişdir. Çevrənin deyir, AB və AC vətərləri çəkilmişdir. AB vətəri çəkirəm, AC vətəri çəkirəm, ABC. AB və AC bərabərdir. Bir dənə AOB O çəkirəm. AOB deyir 100-ə bərabərdir. Yazıram bura 100. Yaxşı, bura 100-dürsə məcburdur, burada 100 olsun. Çünki bunun qabağındakı eynidirsə, bunun da qabağındakı eyni olmalıdır. 100, 100, 200, bizə qaldı 160-ımız. Bizdə nəyə soruşur? İnanın ki, bilmirəm. C, O, A-nı. Ay 100, elə bunu soruşurmuş. Mən də bir yaxdan həlakam. Həm 2-yə, həm 3-ə bölünən ədədləri tapın. 2-yə bölünmək üçün sonu cüt olmalıdır. Bu çıxdı, bu çıxdı. Birinci çıxacağım cavabı götürüb. 3-ə bölünmək üçün də rəqəmləri cəmi 3-ə bölünməlidir. Bu 11 eləyir. Bu 13 eləyir. Bu isə 15 eləyir. Təbii ki, bunu götürəcəyik cavabda. Növbəti sualımız 2 kök altında 64. Bilirik ki, 64-dən 8 çıxır. 2 dənə 8-im 16 eləyir. 16-dan da nə çıxır? 4 çıxır. 75. Sual belədir. A-nın üstündə 10, çıxmaq 2, üstə gəlinsin mənfi 3. Ne üçün? Üzr istəyirəm, çıxılsın mənfi 3. Çıxılsın mənfi 3. Niyə çıxılsın? Çünki bölmək var. O deyilir A, 10 çıxılsın 2, üstə gəlinsin 3. 2, üstə gəlinsin 3. Yəni A üstündə 11. D variantı. Növbəti sualımız 76-cıdır. Bizə deyir ki, əvvəlcə B ilə C-ni birləşdir. B ilə gəlin C-ni birləşdirək. 1 varımızda, 2 artıq var, 3 var, 4 var, 6 var, 7, 8, 9, 10, 11, maşallah yoxdur, 12 var. Burada olub, A-da olmayanları tapırıq. Bax, 1 burada var, A-da yoxdur. 2 burada var, A-da yoxdur. 3 artıq varımdır, 6 varımdır, 7 varımdır A-da, 8 də A-da var, 9 da A-da var, 10 da A-da var. Deməli, 1, 2, 4, 11, 12. Yəni, mənim 5 dənə ədədim mənə paydır. Yaxşı, növbəti suala keçək. A çıxılsın 2B, vurulsun. Müxtəsər vurma düsturu kimi açıram. A çıxılsın 2B, A üstə gəlinsin 2B. Buradan da 4-ü çıxarsam A plus 2B. 2B-lər gedir, minuslar gedir, cavabım qalır 4. Növbəti sualım. A-nın hansı ən böyük qiymətində 45-ə bölünər? 45-ə bölünmə əlaməti bilirsiniz ki, 9 və 5-dir. Yəni, sonu ya 0-la bitməlidir, ya 5-lə. Gəlin 4 ilə 9-da cəmləyək. Cəmlədi elədi 13. 13-ün üstünə mən 9-a bölünməyi üçün ya 5 gəlməliyəm. 5 olsa isə, 5 olsa artıq mənim 18-im var, 9 gəlməliyəm. Təbii ki, A-nın 9 qiyməti daha baqatı, daha böyüdür. Bunu götürəm cavab olaraq. Növbəti sualımız paraleloloqramdır. Deməli, bizə nə verir? Deməli, burada nə deyir bizə? 1 ilə 3-ün cəmi 60-dır. Yazıram 1 plus 3, bucaq 3 bərabərdir 60. Bucaq 4, üstə gəlsin, bucaq 2 də 150-dir. Gəlin, bunu burada da artıq yazmayayım. Elə buradaca toplayıram. Bucaq 1, üstə gəlsin, bucaq 2, üstə gəlsin, bucaq 3, üstə gəlsin, bucaq 4 bərabərdir. Toplasam elə də 210. Mən də bilirəm ki, 1, 2, 3-ün cəmi 180-dir. Onda bucaq 4, üstə bucaq 4 bərabər 210. Bucaq 4 onda 30 dərəcədir. Onda bucaq 1 də 30 dərəcədir. Çünki qarşı bucaqlar bir-birinə bərabərdir paralelogramda 30 dərəcə ilə. Fikir verin 80-ci sualdan eyni ilin 3 martına, yəni 1-ci zonuya başqa video düşüb. Nə düşüb? Burada deyir ki, 3 müxtəlif sahəsi, üzünün sahəsi, yəni A vur B 2, B vur C 5, A vur C də 10-dur. Orada A-nı, B-ni, C-ni vermişdi. Burada üzünü verib, sahəsini verib. Onda həcm tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi 2AB üstə gəlsin, BC üstə gəlsin, AC-dir. Yəni 2 vurulsun, 2 üstə gəlsin, 5 üstə gəlinsin, 10. Yəni 17 vurur ki, 34 etmiş olacaq. Yenə eyni sualdır.
Birinci zonaya başqa tipi düşüb, indi başqa tipi düşüb. X təpə bərabərdir 2, Y təpə bərabərdir 0. Bu nöqtədir. X-i burada 0-dır. Niyə? X bax, X oxundan gedirəm. X-in 0-dan yuxarı qalxanda görürəm. Y oxu isə 4-dür. Yazıram 4. Y bərabərdir A vurulsun X minus X təpənin kvadratı üstə gəlsin Y təpə. Təpə harada yazdım mən? Okey. Nə edirik? Qiymətləri qoyuruq yerinə. 0 bərabərdir. 0 nədir? 4 bərabərdir. Beyin getdi. 4 bərabərdir. A vurulsun 0 minus 2-nin kvadratı üstə gəlsin 0. Yəni 4A bərabərdir 4-ə, A bərabər 1-ə. Qoyuram yerinə misalda. Olur nə? Y bərabərdir 1, yəni heç nə yazılmayacaq. X minus 2-nin kvadratı Y təbədə yoxdur. Açanda olacaq X kvadrat çıxılsın 4X plus 4. Yəni A-mız 1-dir. 2 vurulsun 1. Üstə gəlsin B-miz mənfi 4-dür. C-miz də müsbət 4-dür. Gedir cavabımız qalır 2. Bu gəldik maraqlı məsələyə. Deyir ki, gəlin bunları silim. Niyə? Çünki boş yerim qalsın burada böhrdən yazmağa. Zaten birincidə baxa bilərsiniz. Deyir, əvvəlcə səbətdən 6 dənə, yəni birinci halda 6 dənə alma götürdüm. Sonra qalan meyvənin 3/1 qədər. Qaldı meyvə x minus 6. Onun 3/1 qədər ikinci addımda bunu elədik. Üçüncü addımda yenə 6 dənə meyvə götürdük. Və baxdıq ki, meyvənin yarısı qalıb. X bölü 2. Bunlar hamısı x-a bərabərdir. Ya da bunu x bölünsün 2-yə bərabər eləyə bilərik. Yaxşı, 12 üstə gəlinsin. 3/1 x çıxılsın 2 vurdum açdım. Bərabərdir elə x bölünsün 2-yə. Hər tərəfi 6-ya vursam 72 üstə gəlinsin 2x minus 12 bərabərdir 3x. Yəni x bərabərdir 60. 60 da meyvə var imiş. Növbəti sualımız deməli olacaq bu. Bilir ki, h bərabərdir düzbucaqlı üçbucaqda mn, kök altında mn. Yəni 2 dənə 8-im 16, ondan da çıxır 4. Bunu tapdıq 4. Sahəsini tapın. CH bölünsün 2, 10 vurulsun 4 bölünsün 2. Yəni 20 etmiş olacaq. Növbəti suala keçirik. İsmət hər gün kitabın eyni səhvi oxumaqla 15 günə bitirməli idi. Yəni mən hər gün x sürətlə oxusam, y vaxtda 15 günə bitirirəm ümumilikdə. O nəzərdə tutduğunda 3 səhvə çox oxudu. X plus 3 ilə oxudu və bu kitab 10 günə bitirdi. Tənlik qurmaqla həll et. Mən burada səhvə yol verdim. Kitab eynidir. Mən nə hoqqa verirəm? Deməli deyir ki, nə edirik? Mən məsələn deyirəm, hər gün 7 oxuyuram kitabı. X oxuyuram. 15 günə bitirməliyəm. Kitab bitir. 15 günə x səhvə ilə oxusam bitir. Amma 3 səhvə çox oxuyuram. X plus 3 vurulsun 10. Yenə kitab bitir. Bərabərləşdirək. 15x bərabərdir 10x plus 30. 5x bərabərdir 30x bərabərdir 6. Bu bizə aid olan şey deyil. Aha, okey. Deyir ki, kitab neçə səhvədir? Kitabı tapmaq üçün 6-nı vuruq 15-ə. Yəni bizim səhvəmiz 90 səhifədir. Bitdi. Növbəti sualımız sonuncudur. Bunu indi buradan silək ya da bunu silək. Sonuncunu buradan yazaq. Deyir ki, çevrənin ən uzaq 2 koordinatı çevrə verib. Bura ilə bura. Ən uzaq deyirsə diametrin uclarını verib. 3 ilə -2 və -5 ilə 4-dür. Gəlin bunların arasındakı, yəni ortanı tapaq ki, mərkəzi tapmış olaq. Ortanın da düsturu 3 üstə gəlinsin. -5 bölünsün 2, yəni -1. Ya da -2 üstə gəlsin 4 bölünsün 2, yəni 1-dir. Okey. Deməli, mərkəzimiz -1-dən müsbət 1-dir. İndi bizə nə lazımdır? Buranın uzunluğunu tapmaq lazımdır ki, radiusu tapaq. Uzunluq düsturunda nə idi? İkinci çıxılsın birinci, yəni -5 çıxılsın 3 kvadratı üstə gəlsin 4 çıxılsın -2-nin kvadratı. Okey. Bu elədi 8, 8-in kvadratı 64. Bu elədi 6, 6-ın kvadratı 36. Elədi 100, 100-dən çıxdı 10. Deməli, diametr 10-dur, radius 5-dir. Okey. Onda çevrənin tənliyi belə olacaq. X minus x0, yəni x plus 1
Üstə y minus 1-in kvadratı bərabərdir 25. Bitdi. Uşaqlar sağ olun, salamat qalın.